Bu bilmirəm video neçə olacaq. Amma an etibarlı 3 dənə video yükləmişəm də, yəni bu 4-cüsü olmalıdır əslində. Sadəcə əgər belə deyim də bu videonu izləyirsinizsə, yəqin ki uğurlu olmuşam. Bu hədəflədiyim planda, proqramdakı siz də bir şəkildə bunu izləyə bilirsiniz. Yəni YouTube'a yükləyib atmışam. Belə deyim. Deməli, mən əslində uzun illərdir ki bu çəki artırmaq, çəki atmaq işi ilə məşğulam həqiqətən, belə deyim. Yəni genetik olaraq deyim, combul olmağı çox sevir mənim bədənim, xoşlayır yəni kökəlməyi. Yəni çəkim artır, atıram 95-100 kilo oluram, təzədən nə bilim enirəm 80-ə, qalxın, illərdir bu formada davam edir. Bu dəfə həqiqətən uzun vaxt ki pəhriz eləməyə çalışıram, amma bir növ istədiyim kimi oturtdura bilmirəm də pəhrizimi, yəni eləyə bilmirəm. Dedim bu dəfə də bir video çəkim, bu işin yəni belə deyək də bir peçatını, möhrünü vurum ki həm də ki daha qalıcı bir şey olsun da, yəni özümdə gələcəkdə baxın, bilin bu videoya. Yəni gələcəkdən də əgər yenə bu videoya baxıram, eləyirəm, səni Fəyyaz, kökəlmə qaqa, daha kökəlmə, bəsdir. Çünki çəki al, çəki at, istər-istəməz bədən də zəifləyir, ürəyə də xeyri yoxdur, adi beyinə də xeyri yoxdur, beyin daha yorğun olur, halsız olursan, axıtsız olursan, insan olaraq normal həyat var, iş, güc, nə bilim, qarşı cins falan, onlarla danış, elə, beyin yoldur, stresi var, xeyir, şər, bu, option baş olursan yəni, pul qazanma məsələləri falan filan, bir xeyli stresli olur yəni demək istədim. Deməli, indi mən bugün ayın tarixini gəlin göstərim sizə. Bir dəqiqə. Hani belə göstərim. Gördüyünüz kimi ümid edirəm ki rahat görsənir. Mart ayı o 21'de 2025'teki burada görsənir. Amma belə deyim, mən artıq bu gün ayın 21'də 3 gündür ki bu videoya başlamışam. Bu da 4-cü gündür. Yəni videoya başlamamışam, pəhriz eləməyə başlamışam, belə deyim. Birazdan indi çəkimi, ölçümü falan onları da göstərəcəm. Hətta birazdan bədən formamı da göstərəcəm ki videonun sonundakı bədən formamla indiki bədən formamı müqayisə edə bilim deyə. Belə başqa ki hələ ki bir şey ağlıma gəlmir. İzləmədə qalın. Yəni belə göstərim. Bu yəni dediyim kimi 4-cü günümdə, yəni birinci başladığım gün çəksəydim bədənim daha şişkin görsənəcəkdi səravını. Amma biraz şişkinlikləri falan azalıb da, yəni çəkidə yüngül olsa azalmalar olub yəqin ki. Gördüyünüz kimi, yəni belə göstərim. Çox şişəsi bir dənə qarnım var, yəni yerindəcə. Hətta bunu qaldırırsam, belə buraxırsam sekunda düşür aşağı. Ondan sonra sinə, döş qəfəsi, məmələr, artıq nə deyilirsə, gördüyünüz kimi biraz yağ yığıb, bu formada arxadan bədənim belə bu formada görsənir. Yəni bilirəm, yaxşı bir görüntü yoxdur. Gözünüzün belə deyək də zövqünü pozdumsa üzürlü sayın məni, amma
bu vəziyyətdə də həqiqətən bu videonu çəkməliyəm ki, oturaqlı bir şəkildə pəhrizimə sadiq qala bilim ki, dəyişiklikləri də görə bilim. Çünki bu formada olmaq mənə xoş deyil dediyim kimi. Şimdi birazdan çəkimi yenə də ölçərəm sizlər, çünki biraz yəni dəqiqdə, yəni yalan saxta bir şey yoxdur. Sərəmli görünüşdən bilinir, ancaq yenə də yəni, gördüyünüz kimi başda 0, keçəl, hətta üzdə 0. Yəni Novruz şor qoğalına mı deyim, şirin qoğalına mı deyim, bənzəyirəm, dönmüşəm yəni. Görüşərik. Deməli, bugün ayın 8-i, hələ də ki, elə bir dəyişiklik yoxdur çəkidə. Yəni, sözümüzü 4-5 kilo falan attım elədim, amma həqiqətən alınmadı bir şəkildə, yəni tam sadiq qala bilmədim. Onun üçün elə aldığım çəkini demək olar ki, yüngül bir şəkildə geri qazanmışam. Amma bu gündən etibarən həqiqətən çalışacağım ki, əlimdən gələn eləyim ki, yəni sürətli bir şəkildə artıq çəkin atmağa başlayayım. Elə bir ki, ansaydı indi. Mayın axırına qədər, belə deyim. Mayın axırına qədər mənim vaxtım var. Mayın axırına qədər çəkini nə qədər aşağı sala bildim. Görək inşallah uğurlu olaram yəni. Deməli, hər kəsə bir daha salam. Hər vaxtınız xeyir olsun. Bugün Mart ayının, yox, Aprel ayının 30'udur. Dedim, bir dəyişikliklə bağlı video çəkməliyim. Bayaq çəkimi ölçüsüm, çəkimini qoyacağım burada bir yerə. Çəkim, yəni, emmişdi 95 lira falan filan, amma yenə axır günlər qaydasında getmədi deyim və bir şəkildə yenə pozdum pəhrizi, belə deyə bilərəm. Amma həqiqətən mayın axırına qədər vaxtım var, yəni bunun başqa yolu yoxdur. Mayın axırına qədər nə qədər çəki sala bildim. Nə elədim yəni. Mayın axırına qədər eləyə bilməsəm etsən bu video gedəcəkdi işinə yəni. Yalan olacaq yəni. Yəni, çünki hədəflədiyim vaxt oydu. Görək ki, bir aya zarafat deyil. 17 kilo falan, 17-dən də çox bəlkə çəki atılmalıdır. Görək mənə də maraqlıdır. Görək eləyə biləcəm yoxsa yox. İstədim yenə bir video çəkim ki, məsələn nə yerlədir, nə edirəm, nə tərlidir, onunla bağlı biraz danışım edeyim. Həqiqətən bu videonu çəkmək istəmirəm. Çünki çox halsızam, keyfsizəm, enerjim yoxdur, yəni belə deyim. Həqiqətən beynim elə bir daha zəif işləyir, danışmaq bir çətindir artıq, həqiqətən. Arası əlbəttə ki, pərzi pozub edirəm. Normal ürəyim istədiyim yeməklərdən falan yiyirəm, amma yenə də qayıtmalıyam da yəni ki, çünki bu videonu tamamlaya bilim deyə. Deməli yenə bir video. Bugün may ayının 22'si saat 2:44 falandı. Yata bilmirəm, yuxu tutmadı dedim. Heç olmasa bir video çəkeyim. Çox güman ki, eləyə bilməyəcəm həqiqətən. Çünki gedişat onu göstərir. Çünki əvvəlki kimi necə deyim, acımı deyiləm deyim, yəni bu qədər. Çünki bir-iki dəfə artıq bacarmışam deyə əvvəlki kimi deyiləm həqiqətən. Həm də
yaş arttıkça bunun verdiği necə izah edeyim, bir rahatlığımı diyeyim, bir daha bu belə vetsizliyimi diyeyim. Yani əvvəlki kimi fokuslana bilmirəm həqiqətən. Bu videonu çəkməyimin təbəl səbəblərindən elə biri buydu. Ağlıma gəldikcə həqiqətən bir şeylər danışıram. Mən yəni video çəkəndə qabaqcadan oturub planlayıb eləmirəm ki, nə deyim videoda, necə alınsın. Həqiqətən ağlıma gəlir ki, açım biraz danışım edeyim. Bəzi şeyləri bildirim, ona görə bu videonu çəkirəm. Necə başladı, niyə belə bir şeylər eləyirəm? Gəlin biraz bunlardan danışıram. Deməli, mən əvvəlindən, yəni uşaqlığımdan bəri əslində həmişə dolu kök biri idim. Fəqət heç özümü bəyənməzdim, yəni heç bu halımı bəyənməzdim. Combulu kök olmağı sevməzdim əslində. Bir də ki, uşaqlıqdan aktiv futbolla xoşum gələrdi, yəni futbola böyük bir marağım vardı. Futbolda oynayardım, futbola da baxardım. Futbolçuların da əksəriyyəti bilirsiniz də, yəni fit bir formada, fit bir bədəndədirlər. Mənim özümdə kök olduğum üçün istər-istəməz mənə xoş gəlməzdi həqiqətən. Amma mən uşaq olduğum illərdə də yəni heç evdə internetdə olmadığım günlər olub. İnternetdə bu qədər bilgi də yox idi ümumiyyətlə. İndi hər şey daha rahatdır. Bu arada onu da deyim, mən qidalanmağımdır, nə bilim, nə yeyirəm, nə içirəm. Bunlarla bağlı çox paylaşım eləməyəcəm. Çünki həm birinci sözümü filosof kimi göstərmək istəmirəm həqiqətən. İndi internetdə bilgi və məlumatlar doludur. Həm xaricilərdə, həm türklərdə son vaxtlar öz idmançılarımız belə paylaşımlar eləyirlər. İşin qayda qanunları məncə bəllidir, təmiz qidalanmaqdır falandır. Onlardan hər kəs özü bədəninə uyğun bir şeylər, bir pəhriz planı oturda bilər də, belə deyim. Məndə bundan əlavə də bu aralar çox qarışıqdır həqiqətən. Yəni bir gün eləyirəm, bir gün pozuram, bir gün ümumiyyətlə bir də görürsünüz ac qalıram, nə bilim, yəni inanılmaz dərəcədə qarışıqdır. Bu qidalanmaq mövzusunda da bir də görürsünüz, nə bilim, yəni necə bir izah edeyim. Əslində mən, yəni ürəyim nə istəyir, yiyeyim, içki içəndə içki içim, yəni belə bir beyində adamım, rahat biriyəm əslində. Sadəcə kök olanda, kök olmağı sevmədiyim üçün xoşlamıram da, yəni enerjimi də alır, belə deyim, enerjim də düşür. Normalda məsələn üçün bu qədər də sakit biri deyiləm əslində. Daha coşqulu, daha belə hərəkətli, daha deyib gülən biriyəm, amma elə də məsələn üçün ola bilmirəmmi deyim, daha tənbəlmi oluram deyim, daha az mı hərəkət edirəm deyim. Amma bir tərəfdən pəhriz eləyəndə falan araqlamağa çalışanda da inanılmaz dərəcədə stres oluram. Əsəblərim bir gün olur, ac oluram. Yenə halsız ola bilirəm. Yəni ki, belə qarışıq bir vəziyyət. Ortam yoxdur, onu bilirəm. Ya eləyirəmsə bir şey, həqiqətən dibinə qədər onu eləyirəm, ancaq fikrim, fokusum onda olur. Ya da ki, ümumiyyətlə başımı buraxıram, yəni. İndi bilmirəm, bəlkə bura şəkilləri falan qoyub eləyərəm. Köynə halımdan, əvvəlki halımdan, indiki halımla bağlı. Gəlsənə bir yarısı, bəlkə də düzəməli danışa bilmirəm. Nəsə, yəni ki, bu formada. Bu arada o qədər mövzudan mövzuya atlandım, elədim. Heç bilmirəm ki, nəydən danışırdım, eləyirdim. Bu videonun başlayan çünki başqa bir şeydən danışırdım deyəsən. Nəsə belə bir qarışıqlıq. Günün birində səlavını bunu bilirəm. Hamı kimi mən də ölüb gedəcəm.
heç olmasa bəzi şeylər artıq danışım eləyim ki, heç olmasa bəzi xatirələr qalsın da bu kanalda. Başqa şeylər də eləmək istəyirəm, başqa yeniliklər də eləmək istəyirəm əslində. Sadəcə hələ o dərəcə aktiv bir həyatım yoxdur. Ona görə də istədiklərimi hələ tam şəkildə eləyə bilmirəm. Həm də ki, burada maddiyyat da böyük bir rol oynayır. Belə, nəysə, video... Bəlkə də bilmirəm, videonu dəyişdirdim. Başlığını falan başqa cür elədim. Amma video öz fəlsəfəsindən çıxır da, belə deyim. Fəlsəfə zat. Nə gəldi danışıram ya. Nəsə. Görək nə olur həqiqətən. Təbii formada əlimdən gələni eləyirəm. Son baxlar ağlıma streytdən falan bəlkə istifadə edeyim falan da gəlir sözün düzü. Bilmirəm. Onu bilirəm ki, bu mövzuda deyəsən taxıntılıyam, kompleksliyəm mi deyim. Buram rahat eləmir yəni həqiqətən. Ki düşmüşəm də, yəni illərdir bu işin üstünə, belə deyim. Bu qədər kompleksli olmaq mənasızdır həqiqətən, heç kəsə məsləhət görmürəm. Məncə həyatın dadını satmaq daha yaxşıdır. Həyatı dolu yaşaya bilmək həmişə daha yaxşıdır. Belə, hələ ki, belə. Ağlıma gəldikcə video çəkib danışmağa çalışıram, çünki mən bəzən danışıram, bəzən danışmıram. Nəsə, söndürüm ən yaxşısı, çox gicləmədən getdim mən, sonra yenə video çəkəcəm. Deməli, Marayın 31-i yenə eyni yerdəyim, eyni könəydəyim, hətta dərhal formu göstərirəm. İndi suzal içmişəm. Bədəmdə şişkinlik də ola bilər. Eləyə bilmədim həqiqətən. Yəni, birdən-birə 20 kilo falan ata bilmədim. Amma başladığım gündən bu günü qarşılaşdırsaq, 10 kilo kimi bir fərq var da yəni arada. Amma başladığım gündən indiki mental halım, iradəm, bu şeylərdə dəyişikliyi var. Yəni daha artıq həvəsliyəm, daha motivasiyalıyam. Amma ayın axırına eləyə bilərdim bəlkə də, daha əvvəldən daha məsuliyyətli olsaydım. Amma həqiqətən belə gətirdi. Çünki oradan, o yerdən, o zehindən, o ruh halından, o bədəndən ümumiyyətlə belə deyim, bura gəlməkdə asan deyil həqiqətən. Dediyim kimi, günlərə baxanda daha yaxşıyam. Amma hələ bəlkə də, belə deyim, bu qədər də görüləcək iş var. Görək, şimdi daha həvəsliyəm. Dediyim kimi, amma açıq-aşkar hələ də arım var yəni. Combulluq var yəni. Neyse. Bu video burada sonlanır artıq. Bilmem olmadı. Belki de her bir son yeni bir başlangıç. Ümid edirəm ki, tam görsənir. Çox uzun vaxt video çəkmirəm.
heç bilmirəm necə danışacağım, amma danışmalıyam əslində, çünki deyəcək bir xeyli sözüm var. Ən birincisi belə başlayayım ki, həqiqətən geri qayıda bildiyim üçün çox xoşbəxtəm mi deyim, sevincliyəm mi deyim. Çünki asan deyildi, həqiqətən heç asan deyildi. Bu aradan da bir xeyli ay keçib, yəni 7 ay falan bəlkə də keçib. Bu iş mənə bunu öyrətdi ki, bu dəfə həqiqətən yaşatdıqca bu iş get-gedə çətinləşir, yəni. Əvvəllər bu qədər əziyyətli olmazdı. Hətta internetdə falan da görürəm, bəzi insanlar 2 ay, 3 ay belə bu işi əldə edə bilirlər, amma məndə bu dəfə belə alındı həqiqətən. Yəni, zor geri qayıda bildim desəm yeridir həqiqətən. Bunu deyim ki, həqiqətən öz təcrübələrimə əsasən Gombol olanda, Topbuş olanda insanın beyni tamamilə fərqli, amma daha yaxsız bir bədəndə olanda isə yenə insanın beyni tamamilə fərqli işləyir, yəni. Bundan əlavə nə deyim ay Allah, yəni bu videoya yenidən hər dəfə nə vaxt ki baxsam, inşallah daha baxma ehtiyacı olmaram, çünki bu video dedim də həqiqətən bu işin sonuydu, yəni möhrüydü. Yəni bir də bu vəziyyətə qayıtmayacağımı özümə garanti eləyərək Fəyyaz artıq yavaş-yavaş bu videonu sonlandırmaq istəyirəm həqiqətən. Çünki bu video bitənə qədər mən bildiyiniz yaşlandım həqiqətən. Zarafat eləmirəm, həqiqətən yaşlandım. Fərqlər nədədir? Daha hissiyatsız biriyəm. Yəni necə deyim? İnsan daha mı relaks olur deyim, daha mı vəhtsizləşir mi deyim, yoxsa bilmirəm, amma həqiqətən əvvəlki kimi deyiləm. Əvvəl yəni deyirdim ki, neynədim də mən, yəni necə geri qayıdacağım falan filan. Bu beyndə idim əksər vaxt. Həqiqətən çox çətin keçdi bu video mənim üçün. Yəni inanılmaz dərəcədə çətin keçdi. Mən inanmıram ki, bu kanalda ümumiyyətlə bundan daha çətin bir videom olsun bundan sonra, yəni. Bu arada 2026-da həqiqətən istəyirəm ki, aktiv olun YouTube'da. Bu dəqiqə bu videonu çəkməkdə də çox çətinlik çəkirəm. Yəni o qədər vaxt video çəkmirəm ki, inanın mən. Bu dəqiqə nə danışacağım, nə edəcəm? Həqiqətən papçı danışıram, yəni. Amma onu demək istəyirəm ki, bu kanal qətiyyən, amma qətiyyən fitness, nə bilim, qidalanmaq, yəni belə bir kanal deyil. Bu kanalı açmağımda həmişə təməl 2 səbəb olub. Demişəm o birisi videolarımda da. Pul qazanmaqla bir də ki, əylənməklə əlaqədardır bu kanalın olma səbəbi. Həqiqətən 2026-da da konkret olaraq kanalın necə deyim, məğzinimi deyim və yaxud videoların formasını mı deyim, tamamilə dəyişdirəcəm, yəni. Daha əyləncəli, daha maraqlı videolar çəkməyə çalışacağam. Çünki həqiqətən bəzi şeylərin dəyişməyini istəyirəm həyatımda. Yəni nə demək istəyirəm? Yeni il gəlir, yeni bir səhifədir. Dəyişimi özümdən başlamaq istədim həqiqətən. Bədənimi formaya salaraq bunu əlimdən gələn qədər eləməyə çalışdım. Bu arada bilirəm, bədənim ola bilər ki, hələ tam istədiyim səviyyələrdə deyil. Amma mən yarışmacı deyiləm. Yarışmaya hazırlaşmıram. Və yaxud nə bilim, belə deyim daha doğrusu, qış aylarında hava çox soyuldu. Bir tərəfdən də atsan bədənində yemək yəni yoxdur da, yəni yemək çox azdır bədənində. Səlavlı bədən üşüyür. Plus
hava soyuq olanda ekstra olaraq bədənə soyuq olur yəni. Həyat deyir ki, təkcə yəni bundan ibarət deyil də, yəni bir çox şey var. Hər tərəfə özümü çatdırmağa çalışıram həqiqətən. Buna görə də hələ ki ən doğru vaxtın bu videonu indi paylaşmaq olduğu ağlıma gəldi. Yoxsa biraz da gözləyə bilərdim ki, forum daha da oturuşsun. 75 kilo ilə əsas hədəfim bilirsiniz. İndi çəkimi də qoyacağım burada bir yerə. 78 nə qədərsə, hardasa 22 kiloluq bir fərq var. Qalan istədiyim formda yavaş-yavaş gəlir həqiqətən. Çünki yavaş-yavaş ağıllı formada artıq yeməklərimi artıracağım həqiqətən ki, sağlamlığım da bir dəfəlik pozulub getməsin yəni. Məntiqli formada dediyim kimi sərablı vaxtım da var. Yavaş-yavaş istədiyim daha yaxşı formda gələr sərablı, əminəm. Çünki belə deyim, bu videonu əslində bu qədər uzadı qutarmağın bitməyinin təməl səbəblərindən biri çəkinin ilişməyi idi dostlar. Yəni necə deyim, çəki 90-da ilişirdi. Yəni nə qədər az qalırsan qal xeyri olmurdu. Hərəkət elə xeyri olmurdu. Bədən bir yerdən sonra öyrəşir. Məsələn, ilk 4-5 kilo deyək ki, atırsan, daha sonra bədən onu öyrəşir. 85 kiloda neçə ay qaldım mən? Bir aşağısı 3 ay qaldım. 85, 84, 85, 84. Sonra güzbəla ilə 80'e endirdim çəkini. Daha sonra yenə indi orada ilişməyə başladı. İndi 80, 78, 79 bu aralıqdadır çəkim. Yeni il gəlir, bəzən insanlıq halında, yəni əvvəlki kimi deyiləm əsla. Yəni şirniyyata falan qaçmıram. Fəqət istərsəniz bədənin bəzən yeməyə ehtiyacı var ki, həyatda qala bilsin, survive ola bilsin yəni. İradəm çox gücləndi bununla əlavə. İradəm sərablı güclüydü mənim. Həmişə iradəm güclüydü, çəkili olmağıma baxmayaraq. Fəqət daha relax, daha rahat bir adam idim əslində. Çox düşməyə də çalışırdım üstünə həqiqətən, amma belə deyim də artıq iradəm həqiqətən ultimate level'dadır da, yəni başqa səviyyədədir. Çox daha möhkəmləndi, gücləndi. Forum daha da yaxşılaşanda yenə formumu paylaşacağım. Bu arada bundan əlavə burada Insta, TikTok'da da çalışacağım maraqlı məzəli videolar düzəldim eləyim. Çünki həqiqətən çox əziyyət çəkmişəm və bəzi şeylərə haqq elədiyimi düşünürəm artıq. Ümumiyyətlə həyatda haqq elədiyimi düşünürəm. 2025 heç vaxt unuda bilməyəcəyim bir il oldu mənim üçün. Çox çətin keçdi həqiqətən. Bir söz var, deyir, bu günlər çox çətin idi və yaxud, yəni necə deyim, bu gün çox çətin idi. Qabaqda bizə daha çətin günlər gözləyir kimisindən. Çətinliyi sevirəm həqiqətən. Necə deyirlər, I love the pain. Çətinlik həmişə gördüyüm bir şeydir, qəbullandığım da bir şeydir. Əzab-əziyyət görməkdən çəkinmirəm, qorxmuram həqiqətən. Həyatımın böyük bir 26 ilimin böyük bir hissəsi əzab-əziyyətdən ibarətdir. Bunu mənimsəyirəm, hətta sevirəm bunu. Məncə bu oğlan xeylağını möhkəmləndirən, yəni erkəkləşdirən, kişiləşdirən şeylərdən biri, böyük şeylərdən, amillərdən biridir də, belə deyim həqiqətən. Bunu qəbullanıram, qaçmıram, heç yerdə getmirəm, buradayam həqiqətən. Başqa nə demək istəyirəm, fikirləşirəm. Başqa da sərablı yenə videolar çəkəcəm. Ağlıma bir şeylər gəldikcə yenə danışacağam. Necə biriyəm, xarakterim necədir, hələ belə durğunam mı, falan filan. Bunları da gedişəm, növbəti videolarda öyrənəcəksiniz gedişatın necə olduğunu. Daha çox danışdıqca, daha çox video paylaşdıqca necə biriyəm, xarakterim necə biridir falan filan. Sərablı sizlər də daha yaxından tanıyacaqsınız mənə, belə deyim. Başqa nəsə demək istəyirəmmi?
başqa danışmaq istədiyim mövzulardan biri videonun əvvəlki dəqiqələrində deyirəm ki, bəs stereoid adı da çətin deyilmək. Bu, yəni bu bilirsiniz də dərmanlardan falan istifadə etməyə belə fikirləşirdim. Həqiqətən o qədər çətin vəziyyətdə idi. Yəni mental olaraq beynim çox zəifləşmişdi. Çox pis hiss edirdim özümü. Daha rahata qaçmaq istəyirdim. Tanrıya çox şükür ki, bundan istifadə eləmədim. Həqiqətən istifadə eləsəydim də bu dəqiqə bunu deyərdim. Və yaxud mal deyiləm, videonu istəsən kəsərdim, silərdim, atardım, heç bu vaxtda da burada danışmazdım, amma həqiqətən istifadə eləmədim. Sənədli videodan da görsənir, bədənimi də paylaşdım dəyişimini. Görünür ki, dərmanlı bir bədən deyil. Çünki inanılmaz bərbad bir, mən öz adıma danışıram, bəlkə başqaları bunu eləməkdən sırf bu həyatla məşğul, bu həyat, bütün həyatını buna çevirməkdən zövq ala bilir, amma həqiqətən mənə görə deyil. Həqiqətən mənə görə deyil, çünki inanılmaz əzəbəziyyət tələb edən bir işdir, yaxşı da bilirəm. Yəni, ancaq, nə bilim, düzgün formada yeməklər ye, ancaq idman salonuna get. Yəni, bir siz necə, ev iş idman salonu, tamam, işləmək vacibdir falan filan, amma həyatında bir növ dadını satmaq lazımdır məncə. Amma artıq öz adıma danışıram, ağırlı formada yəni. Yaxşı ki, bunlardan uzaq dayandım həqiqətən, çünki inanılmaz da məsrəflidir bu arada. Hətta dərmana falan, belə şeylərə adam qarışsa eləsə, mən belə düşünürüm. İnanılmaz dərəcədə məsrəflidir. Özü də hər insanın bədəni üçün deyil. Kimin ürəyi götürəcək, kimin ürəyi partlaya bilərmi? Bu iş həqiqətən asan bir iş deyil. Bunu da deyim həqiqətən. Yəni, zənn eləməyin ki, heç kəsi motivasiyadan da salmaq istəmirəm. Əlbəttə ki, bir istək varsa insanlar bir şəkildə yolunu tapar, yəni dediyim kimi. Videonun əvvəlki dəqiqələrində demişəm, internet dövründəyik hər halda. Nəsə, yəni bilgi doluduğunu demək istəyirəm. Mənim araşdırmalarımda hətta bəzi döyüşçülər belə çəki falan salanda eləyəndə həyatlarını itirib ölə bilirlər. Yəni mən yuxu yatmaq bildiyimiz çox çətin idi həqiqətən. Çünki az yatmaq belə çox çətindir həqiqətən. Hər kəsin götürə biləcəyi bir şey deyil. Ümumiyyətlə bu iş təhlükəlidir. Sağlamlığınızı pozulmağı cəhətdən də məncə təhlükəlidir hardasa. Amma çox ekstrem levellardan danışıram mən. Hər şey ola bilər. Bağırsaq çoxlu su falan içəndə dəqiqədə bir işləyəndə pozula bilər. Nə bilim, ürəyə ziyan ola bilər. Düzgün formada eləməlisiniz. Bir də öz bədəninizi yaxşı tanımalısınız həqiqətən. Heç kəsi dediyim kimi motivasiyadan salmaq istəmirəm. Hələ bu videonu çəkmək səbəblərimdən biri həm özüm, həm də bəlkə bu videonu izləyən bəzi insanlar olsa, onları motivasiya eləyər bəlkə. Mən motivator falan da deyiləm, onu da deyim. Fəqət paylaşdım. Bu videonun ən böyük paylaşma səbəbim özümə görə də həqiqətən ki, yəni bu axırıncı şansı idi Fəyyaz həqiqətən. Bir də nə belə bir vaxtın olacaq, nə də ki bir də həqiqətən keçmiş formaya sənədə qayıtmayacaqam. Buradan özümə söz də vermək istəyirəm həqiqətən. Keçmiş formama qayıtmayacaqam, yəni bu qədər artıq çəkilərə qalxıb kökəlmək istəmirəm əsla. Çünki geri dönüşü inanılmaz çətindir. Yaş artdıqca inanılmaz çətindir ki, yəni ən azından mənim bədənimdə belə də həqiqətən çox çətin oldu. Yəni sizə də məsləhətim əsla çox kök olmayın. Heç vaxt çox kök olmayın. Yəni bərbaddır. Yəni bildiyiniz köklük, toxmuşluq, combulluq bir xəstəlikdir məncə. Beyniniz də zəifləyir, disiplinanız da zəifləyir, hər şey zəifləyir. Daha utanqac bir bəlkə də olursunuz falan filan. Bir çox problem yaradır sizin fərqinizdə olmadan. Daha çox stressiz, əsəbi biri də ola bilirsiniz hətta, onu da deyim. Bir çox şeyi körləyir həyatınızda əksərən. Sonra da zənn edirsiniz ki, başqa yaşanan şeylər həyatımda pis şeylər yaşanır, nə bilim, o mənə niyə belə elədi, falan yerdə falan kəs mənə bunu niyə dedi. Yəni əslində onunla da bəlkə əlaqəli deyil. Yəni sağlam bir beyin olsa və yaxud çox yağsız da yox, yağsız yəni də quru bir bədən yaxşıdır həqiqətən. Mənim fikrimcə bu belədir. Yəni məndə yaxşıdır həqiqətən. Bu arada bunun nə bilim çəkim azaldı, inanılmaz özgüvənliyəm, geri göy dağıdıram. Bu insanın məncə canında olan
bir şey deyil. Bununla əlaqəli bir şeydir. Çünki həqiqətən atıram, deyək ki 40 yaş plus bilən daydı olar, qarınlı olar. Məndən belə daha özgüvənli ola bilər, daha relax ola bilər, daha rahat ola bilər. Yəni dediyim kimi bu iş əslində biraz psixolojikdir. Yəni necə deyim, mən məsələn güzgün qabağında bugünkü gün özümə baxanda daha rahatladım. Əvvəl qarnımı falan görürdüm, necə mənim modum dan aşağı olurdusa, indi məsələn forumda bir bədən görəndə heç olmasa bu dan olmur. Yəni aşağı düşmür modum. Hətta daha yaxşı form gəlsə, bəlkə də modum daha da yüksələcək, enerjimə də yaxşı təsir edəcək. Yəni bunu demək istəyirəm ki, buradan bu videonu izləyən bəzi insanlar olsa, səhiyatım mənim videolarım izlənmir. Yəni YouTube bir şəkildə videolarımı qabağa çıxartmır. Çox güman ki, bu video da izlənməz, amma sağlıq olsun. Bunu demək istəyirəm ki, həqiqətən güzgünün qabağında, özünüzə baxanda xoşbəxtsinizsə, sizin narahatçılığınız yoxdur, belə bir psixolojik problem məndə elə idi, yəni bir problem kimi idi. Deyilsə, kompleks eləmirsə, rahat bir insandırsa, həqiqətən başqalarının fikrinin heç bir önəmi, mənası yoxdur. Əsas sizin özünüzü rahat, xoşbəxt hiss eləməyinizdir. Çünki mən beləyəm, bəlkə bəzi insanlar atıram, yaxşı yemək olanda, dost tanışdan oturub yeyəndə, içəndə, bəlkə də ondan çox zövq alır, yəni deyə bilmərəm. Amma məndə vəziyyət necə idi, izah eləməyə çalışdım həqiqətən. Belə, bu mövzunu da bitirdim. Videonu hissə-hissə çəkirəm həqiqətən. Deyəcəklərimi xatırlamağa çalışıram. Nə demək istədiyimi görək. Artıq yavaş-yavaş bu videonu bitirəcəm deyirəm. Amma danışacaq da bir xeyli şey birikib bu 7 ayda. Bu videonu əvvəldən axıra qədər baxan hər kəsə, amma hər kəsə çox təşəkkür edirəm. Bu kanal bir gün böyüyəcək, mən buna inanıram həqiqətən. Mən əlimdən gələni edirəm. Həqiqətən əlimdən gələni edirəmsə, başımı yastığa rahat qoyan biriyəm həqiqətən. Nəticə var, amma nəticə yoxdur, vecimə deyil. Zaten mən istədiklərimi bir şəkildə eləyirəm. Mənim üçün vacib olan bu da həqiqətən. Bu mənə qorxaq biri olmadığımı, tənbəl biri olmadığımı və yaxud necə deyim, ən azından hələlik bir ortalıqda nəticə olmasa belə istədiklərimi eləyə biləcək cəsarətə sahib olduğumu göstərir. Bu da mənə həqiqətən, mənim özümə ləzzət edir, yəni mənə xoşdur, bunu demək istəyirəm. Əgər ürəyinizdən keçsə, kanala abunə olub, videoya like atıb mənə dəstək ola bilərsiniz. 2026 %100 daha aktiv olacağım. Gözümü qaraltmışam həqiqətən. Daha maraqlı, daha əyləncəli videolar gələcək. Daha da rahat olacağım bu arada əslində. Bu şeyi hələ ata bilməmişəm üstündən tam kamera qarşısında tam rahat danışmağı. Tək-təkinə bu arada bunu deyim, bu ilk video oldu ki, sözün yaxşı mənasında videonun bütün əziyyətini mən çəkdim həqiqətən. Videonu fikirləş, videonu çək, bir tərəfdən idmanın, işin, bu, qidalanmağı falan filan, videoda nə danışacağım, nə edəcəm, necə olacaq, editlə, bu falan filan, videonun bütün əziyyətini mən tək çəkdim həqiqətən. Görək nə olur həqiqətən. İldə bitmədən bu videonu paylaşmaq istədim. Biraz da gözləyib paylaşa bilərdim, amma artıq ehtiyac görmürəm. Paylaşmaq istədim ki, bir növ yük qalxsın mənim üstümdən, bir stres azalsın beynimdən həqiqətən. Belə növbəti videolarda görüşənə qədər artıq bütün problemləri falan siktir eləmək istəyirəm beynimdən. Bu arada videolarım artıq daha rahat olacaq. Videonun başlığına da qeyd edəcəm 18 yaşdan böyüklər üçün olduğunu. Belə, yavaş-yavaş artıq videonu yekunlaşdırıram və növbəti videolarda görüşərək deyirəm. Hələlik. I have a message for the CEO of the YouTube. Couple years I'm trying to do something in the social media, and it's not only about the YouTube, it's about the IG, it's about the TikTok. I'm trying to do something, but you know what is the most hard part is
you do the something, but you ain't see the some result, some success, something like this. That really feels like a shit, you know. Really feels like a bad from anything, you know. And that is the really demotivate the human. I really think like this, cause just think like this. You trying to push yourself. You trying to working the hard, but results ain't come. Results ain't come. But you see that some people who is more younger than me, who is more successful than me, who is have a more money than me, who is live the more better life than me, and they are not smart enough than like me, and they are living the best life, and I'm not. That is all the feel. That is all thing. Really feels me the bad. Really feels me the mad. Really feels me the aggressive, stressful, something like this. Cause I know I am the more better than them, and I deserve the more better life than them. I really wanna say that, hey, don't understand me the wrong. It's not about the jealous. Ain't jealous to nobody. But there is a fucking war between me and myself. I'm always trying to push it to myself and getting my best shape, my best life for that. For my future and for my today. And right now, I am in front of that fucking wall, and I'm just sitting there and just talking in there, you know. Maybe I'm talk like a stupid, maybe I'm talk like a crazy, but I really came for the result, you know, success, victory, victim, what is it that shit is, and I really wanna see the changes. Just give myself a little bit break up, going back to doing my jobs, share some stupid videos or reels in the IG and TikTok, and when I came back, mister, I really wanna see the changes, you know, cause if somebody deserves some changes, that person is a fucking me, you know, and ain't nobody don't deserve the more than me, because I know that how hard is my life, and I accept all of this, and I know that I deserve this. Ain't nobody don't know that about me, nothing yet, right now, but in the near future, everybody knows me. So please make sure that you do your job rightly. If that video ain't get some views this time, you know what? The YouTube just get the bump, you know, cause I can't stop. I'm share the more videos, share the more entertaining videos, and I get the fucking what I deserve. Ain't nobody can stop me. I'm really believing in myself. I do the most popular thing in the social media right now. I do some body changing, and after this, in the new year, I really want in 2026 can be my year, you know, and I came for that. So please do your job rightly, and let's boost that video, you know. Now I'm out, but I'm came back. I'll see you guys later.